oğlun pulunu saxlayıb, biz yığırıq da, ata narahat olma, yığılır demək olar. Ata linoleumun üstündə gəzir, indi heç bir məmur yox, Allahımıza and olsun, heç kim indi linoleum üstündə gəzmir, amma bunlar linoleum üstündə gəzirlər. Bəzi kəndlərdə artıq belə lampiçka yoxdur. Və baxın, bugün niyə belə şəraitdə yaşayan birisinin haqq etdiyi pul kəsilməlidir? Oğlundan xəbər olmayan ana üçün. Bu şəhidimizin nənəsidir. Böyüdü bu uşaq vaxtı. Və bu şəraitdə şəhidimiz İsanı 2 yaşından atası böyüdü. Və ananın ümumiyyətlə övladından xəbəri olmayıb. Amma İsa şəhid olandan sonra bu bəzi ayrılan bizim şəhid anaları və ataları arasında da olan bir məsələdir. Atanın məsələn övladdan xəbər olmur, amma sonra şəhidlik olanda necəsə olur? Yarı pul ataya verilir, hansı ki atanın övladından xəbər olmayıb. Övlad necə böyüdü, nə yedi, nə içdi, nə geyindi. Eyni şeydə indi şəhidimizin atası yaşayır. Deyir, anasına qurbandır, düzdür, 2 yaşından sonra xəbər olmayıb övladından, amma ana da dünyaya gətirir. Məsələ burasındadır ki, ana da ortalıqda yoxdur. Öldü mü, qaldı mı, ümumiyyətlə ana hardadır, bilinmir. Amma şəhidimizin atasına deyirlər ki, pul yığılıb, siz narahat olmayın. Pul hara yığılır? Ana yoxdursa və ana uşağını böyütməyibsə, xəbəri yoxdursa ki, övladı necə oldu, şəhidliyə harda ucaldı, qəbri hardadır, məzarı hardadır, ehsanı harda verildi və s. və s. 2 yaşından şəhidimiz İsanı nənəsi böyüdüb. Və bugün o pulu haqq eləyən nənəsidir. Mən başa düşürəm qanunvericilik, amma bəzi məsələlərdə biz qanundan elə gözəl kənara çıxırıq ki, qanun deyəndə hansısa bir məmur qarnını tutub gülür. Madam ki, siz bunu şəhidin adına kəsmisinizsə, onu əziyyəti ilə böyüdən ataya niyə vermirsiniz? Yeri məlum olmayan ana üçün nəyin pulunu yığırsınız və kimə lazımdır o pul? Səhv etmirəmsə iş məhkəmədədir. Bəli, məhkəmədədir. Əlavəsini eləyin, zəhmət olmaz. Məhkəmə oldu orada. Mənə dedilər, məhkəmə deyir ki, sən pulunu deyir, o pul yığılır. Nə bilim, ha vaxtsa sən alasın, ha vaxtsa. Mən də sual verdim ki, yoldaş məhkəmə, və mən öləndən sonra o pulun nəyimə lazımdır ki, mən neyinirəm ki? İndi dost mərkəzdə deyir ki, bir dənə məhkəmə qərar versin ki, həqiqətən verilsin. Amma məhkəməyə yesin, deyir ki, yox, onun yaşı çoxdur, onu analıqdan məhrum eləyə bilmərik, nə bilim, budur getdi, 100 bahanəti tapıb deyirlər. Demək istəyirəm ki, atanın da cibi var. Sizin o bankda yığdığınız, hansısa bir şəraitdə saxladığınız pulu ata özü saxlaya bilər də. Öldüsü qaldısı bilinməyən bir ana üçün siz bunu saxlayıb bir kapital kimi niyə yığırsınız?